İTV xəbərə baxırsınız. Goranboyda yaşayış binasının döşəməsi çöküb. Hadisə şəhərin Cəfər Cabbarlı küçəsində baş verib. Hətta xəsarət alanların olduğu deyilir. Daha dəqiq məlumatı isə bizə hazırda hadisə yerində olan əməkdaşımız Tahirə Tağıyeva çatdıracaq. Salam Tahirə, buyurun, söz sizdədir. Hər vaxtınız xeyir olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi bugün səhər saat 5:30 radələrində Goranboy rayonunun Cəfər Cabbarlı küçəsində 5 mərtəbəli 6 girişli yaşayış binasında ikinci girişin birinci mərtəbəsində 2 mənzilin həm döşəməsi, həm mənzillər arası divarı çöküb. Xoşbəxtlikdən 3 nəfər yüngül xəsarət alıb. Binanın digər 60 mənzilinin 205 sakini təhlükəsiz olaraq ərazidən köçürülüb, təxliyə olunub. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Aran regional bölməsinin əməkdaşları, Goranboy rayon polis şöbəsinin aidiyyatı qurumlarının əməkdaşları cəlb olunub. Hal-hazırda rayon rəhbərliyi hadisə yerindədir. Hadisənin baş vermə səbəbi o cümlədən bina sakinlərinin bundan sonraki aqibəti onların yerləşdirilməsi və digər istiqamətdə işlər aparılır. Xahiş edirəm, operatorum Ramin Mehdi binanın vəziyyətini göstərsin. Qeyd edək ki, bina 1988-ci ildə tikintisinə başlanılıb və 92-ci ildən burada insanlar artıq məskunlaşıblar. Lakin binanın yaşı elə çox olmasa da binanın vəziyyəti həqiqətən də ürək açan deyil və 6 girişdən ibarət olsa da binanın 3 girişi sanki bir bina, digər 3 girişi isə ikinci bir binadır və demək olar ki, 3 girişdən ibarət olan bir bina tamamilə yararsızdır. Onun sonraki aqibəti barədə yəqin ki, aidiyyatı qurumlar qərar verəcək, binanın sökülüb yenidən tikilməsi və yaxud da bərpa olunması barədə və daha sonraki addımlar barədə yəqin ki, irəliləyən günlərdə biz məlumat alacaq və ictimaiyyətə də çatdıracaq. Çox sağ olun Tahirə, ətraflı məlumata görə təşəkkür edirəm.